Zahir Həsənovu mən Füzuli Döyüş Briqadasında birgə xidmət vaxtından tanıyıram. Və bu insanın xidmətləri ilə də çox yaxından tanışam. Həm hərbi hissənin komandir mavini kimi, həm döyüşlərin iştirakçısı kimi, ümumiyyətlə, yəni tabor komandirləri üzvdə olan şəxslər olduğuna görə biz onların hər biri haqqında geniş bilgiyə malik olmuşuq. Zahir Həsənovla da bağlı mən çox böyük məlumata malik idim və malikəm. Çox ürəkli, çox bacarıqlı tabor komandirlərindən biri olub. Çox şükürlər olsun ki, bugün sıramızdadır və onun xidmətləri, vətən qarşısında xidmətlərə ən azından biz döyüş yoldaşları və hərbi hissənin şəxsi heyəti tərəfindən layiqincə belə deyək, qiymətləndirilib və inanıram ki, onun Qarabağ döyüşlərində 90-cı illərdə göstərdiyi şücaət, qəhrəmanlıq mütləq mənada öz rəsmi təsdiqini tapacaq. Briqada komandiri ilə bir yerdə biz onun Azərbaycanın ən yüksək mükafatına layiq görülməsi üçün təqdimata imza atmışıq. O sənəd bugün də həm Müdafiə Nazirliyində, həm də Prezident Administrasiyasında belə deyək də, müsbət rəy almış sənədlərdən biridir. Və mən inanıram ki, Zahir Həsənov digər döyüşçü əskər və zabitlərimizlə bərabər Qarabağda göstərdiyi misilsiz şücaətə, qəhrəmanlığa görə vətən tərəfindən layiqincə qiymətləndiriləcək.